Salam, salam, salam. Necəsən ay fikirçi, nə var, nə yox? Vəziyyət necədir, nə edirsən? İşlər necə gedir? Yayın necə keçib? İyuldan bəri yoxam. Bilmirəm, yoxluğumu hiss eləmisən yoxsa yox. Mənə elə gəlir ki, hiss eləməzsən. Niyə də hiss eləyəsən belə baxanda? Ayda ildə bir dəfə görünüb yoxa çıxan toksik sevgili kimi bölüm atıb yoxa çıxıram və belə baxanda da yazdıqlarım sənə, danışdıqlarım sənə nə qədər maraqlıdır bilmirəm. Eee Əgər məni soruşsan, mən səni soruşuram və həqiqətən soruşuram. Ona görə də mənə, yaza bilərsən. Əgər mənə qulaq asırsan, məni dinləyirsənsə, məni dinləməyi sevirsənsə, danışdıqlarım sənə nəsə hiss elətdirirsə, səndən çox xahiş edirəm ki, mənə yaz. Çünki o biri tərəfdə birinin olduğunu bilmək mənə çox, etibarı hiss elətdirəcək. Açığı, bir müddətdir ki, quyuya danışırmış kimi hiss eləyirəm. Dediklərim ümumiyyətlə kiməsə gedib çatırmı, kiməsə maraqlıdırmı, yoxsa mən burda boş-boşuna, xala-xala mı oynayıram? Bilmək istəyirəm bunu. Bu belə. Əgər mənə yazmaq istəsən, bu bölüm eyni anda Apple Podcast, Spotify və YouTube-da paylaşılır. Şərh kimi yaza bilərsən ya da Instagram səhifəm Cızmaqaradan Cızmaqara vasitəsilə məndən əlaqə saxlaya bilərsən. Bura kimi demişkən mavi kəpənəkli Zeynəbə təşəkkür eləmək istəyirəm. Çünki bundan əvvəlki bir bölümü ya da 2 bölümü də biraz onun mənə yazdığı mesajın qazı ilə hazırlayıb bölüşdüm. Zeynəb, çox sağ ol. Yəni dediklərin hələ də ağlımdadır və mesajımı ən başa sabitləmişəm ki, ara-ara orada kimisə mənə fikirçi ilə bağlı rəy bildirdiyini görmək yaxşı hiss elətdirir və fikirçini yaddan çıxartmağa qoymur. Belə. İndi isə istəyirəm ki, bir balaca söhbət eləyək. Yayın necə keçdi ümumiyyətlə ay fikirçi? Mən düzdür yaydan bəri yoxam və hər halda bəlkə də sənin həyatın mənimki qədər yavaş axmır, daha sürətlidir və bir çox şey olub, amma məndə hər şey çox ləng gedir. Yaydan bəri mənim həyatımda nə olduğunu soruşsan, 3 pişiyim öldü qısa aralarla. Biri də güclə ölümdən qaytardım. Həyətimizdə bir yekə tut ağacı kəsildi. Bir xeyli yaşı olan nar çiçəyi, nar gülü kəsildi və yoxluqlarını çox böyük hiss eləyirəm. Çox ciddi şəkildə hiss eləyirəm. Başqa da bir şey olmayıb deyəsən. Başımın içində çox şey olub yenə. O heç o Allahın əmri. Amma ümumi götürəndə deyəsən başqa heç bir şey olmayıb. Bir iş təklifi almışdım. Bununla bağlı çox dəhşətli çək-çövrər eləyəndən sonra nəhayət o işi də götürmədim. Məna axtarışını dayandırmışam. Buna görə bir mənə ən azından buna görə bir nə deyək, alqış deməyək, alqışlıq bir şey deyil, amma bir çox şükür ya bir tik ataq. Düzdür, bu nihilist bir şey deyil ki, həyatın yəni fikirləşdim ki, məna axtarmağın mənası yoxdur deyə belə qərar verdim. Artıq məna axtarmıram. Başını sal yaşa. Amma bu biraz o şey də deyil ha, necə deyim? Nihilist bir nöqtədən deyil ki, həyat heç bir şeyin mənası yoxdur. Yaşa, dünyanın anasını ağlad, ondan sonra da çıx get kimi bir yerdən yox. Sadəcə daha o türklərin dediyi memur kafası var. O formadakı, yəni məna axtarmaq çox mənasızdır. Başını sal, yaşa. Burdan 3 günlük dünyadır və onun sən yəqin ki, təxmini bir gün yarımını fikirləşərək keçirtmisən, heç kimə faydası olmayan, fikirlərin içində eşələnərək keçirtmisən. Belə. Bəlkə də heç kimə mənası olmayan demək də biraz haqsızlıq olar özümə, bilmirəm. Çünki
Yəni başımın içində baş verənlər çox boş, bekar şeylərdir filan deməyəcəm. Yox, elə bir şey niyyətim yoxdur. Boş deyillər. Düzdür, mən bir müasir dövr filosofu da sayılmaram. Amma yəni çox boş, bekar adam da deyiləm. Amma məsələ odur ki, bir yerdə fikirləşməyi dayandı. Fikirlər o halda qiymətli olur, dəyərli olur ki, onları həyata keçirdən kimsə olur. Amma sən sadəcə fikirləşirsən və heç bir şey eləmirsənsə, yəni o fikirlər də belə baxanda sənin başının içində olduğu müddətcə heç kimə lazım olmur axı. Düzdür. Yəni mən bunu indi sənə danışaraq da bəlkə də bir şey eləyirəm, əmin deyiləm. Amma bir ehtimal da bəlkə də mənim bu hərəkətə keçə bilməməyim səni hərəkətə keçirdəcək. Yəni bu tərəfdən baxmaq istəyirəm. Bəlkə də mənim rolum mən bu həyata niyə gəlmişəm, ya nə etməliyəm suallarına cavab axtaranda öz cavabını başqalarının o sual cavab tapmağına kömək olmaqdır. Bilmirəm, bəlkə bir kanal, bir portal yolunu oynayıram mən. Əmin deyiləm, amma öz içimdə baxanda fikirləşirəm ki, yenə fikirləşirəm ki, uzun müddətli hisslərlə, fikirlər burulğanının içində o yana bu yana gedirəm və nəhayət gördüyüm o oldu ki, sən yəni fikirləşməyi bir yerdə dayandırmasan, bu artıq fikirləşmək yox da o fikirlərin içində eşələnmək olur və sənin fikirlərin dəyərli, parlaq cisimlərdən çox öz işığını itirmiş və qalaq-qalaq olmuş zibil yığınına oxşamağa başlayır. Və bir yerdən sonra onları artıq ya vaxtları keçir, ya gecikirlər. Düzdür, bunu da deyirəm, amma əslində fikirləşirəm ki, hər şeyin öz vaxtı var və istəsən də ona nə tələsə bilər, nə tez çata bilərsən, nə də gecikə bilərsən, amma yenə də nə bilim, bilmirəm. İçimdəki mənlər bir tərəfim məni məntiqə dartmaq istəyir, amma digər tərəfimdə yenə spiritual coach ədası ilə üzümə baxıb deyir ki, Fəridə, tələsmə, hər şeyin öz vaxtı var. Amma digər tərəfdən də deyirəm ki, okey, deyir, sən əvvəl deyir eşəyi sağlam ağaca bağla, ondan sonra Allaha təvəkkül elə. Yəni əvvəlcə özün bir şey eləməsən, hərəkətsiz təvəkkülün də çox da bir mənası olmur. Beynimin dərinliklərinə xoş gəlmisən. Yenə də səsli düşünməyə başladım. Belə. Əslində məsələ bilirsən nədir? O gün bunu fikirləşirdim yenə ki, görəsən məndən nə olar? Yəni nəyə yarayıram da, mən nə üçünəm? Yəni nəyə yarayıram deyəndə heç kimə lazım deyiləm, kimi bədbin bir tonda demirəm bunu. Sualdır, cavab axtaran bir sualdır ki, mən nə üçünəm? Daha çox harda olsam, nəyin içində olsam, daha faydalı olaram həm dünyaya, həm özümə, daha effektiv nəticə göstərərəm falan. Hər tərəfli fikirləşməyə başlamışam da artıq. Bilsən, xəyalpərəstlik bir yerə qədər. İndi fikirləşirəm ki, nəyəsə enerji qoyuramsa bunun qarşılığını almaq istəyirəm artıq. Əvvəl belə deyildi, çox da ya da ki, nə bilim, bəli, insanlara verməyi dayandıra bilmərəm mən enerjini, faydanı və s. amma ən azından onun cüzi bir hissəsini də özüm götürməliyəm və s. münasibətlərdən gözləntim olmalıdır, işdən, hər şeydən. Amma bilirsən, ən azından məsələn o gün fikirləşdim ki, mən okey, işdən çıxdım və bu il sonu gəldikcə bu məndə gərginlik yaratmağa biraz da başladı ki, bugün sabah 2026 olacaq. Mən işdən çıxanda fikirləşirdim ki, mən 2-3 ay dincələcəm və sonra işə qayıdacağam, amma gör bunun üstə nə qədər keçib. Və sonra birdən dayandım ki, mənim dostlarım niyə gəlib mənim çiynimdən tutub heç biri silkələmir ki, bala özünə gəlsən, haçan kimi evdə oturacaqsan. Məsələn, bunu düşündüm. Yəni bir içimdən keçdi, ara-ara keçir. Yəni gizlindən bir dərindən səs deyir, heç olar sənə bunu demirlər, maraqlanmırlar. Sonra amma baxıram ki, çünki axı mən elə deyiləm də, mən gedirəm yaxalarına yapışıram ki, bu münasibətin axırı necə olacaq? Ya sən bu qədər işin içində nə edəcəksən və s. və özüm içindəymişəm kimi narahat olub adamlara onlardan daha qəti
eee, yanaşıram problemlərinə ki, bunu bu dəqiqə həll eləmək lazımdır, bunun həlli budur, nə bilim, nə nəticəni axtarıram, amma bunu özümdə eləyə bilmirəm. Çünki yəni o gün Bahar serialında orada deyirdi. Deyir dünyanın ən asan cümləsi mən sənin yerində olsam cümləsidir. Həqiqətən başqalarının problemlərini həll eləmək, başqalarının yerinə qərar vermək daha asandır bu heç. Amma sonra məntiqlə fikirləşdim ki, Fəridə, sənin dostların ya da ətrafındakılar da kimsə cəhd eləsə ki, sənə yol göstərsin ya da ki, desin ki, Fəridə bəsdir də dur, bunu elə, onu elə. Sən qulaq asacaqsan ki, asmayacaqsan axı. Yəni bəlkə onlar bilirlər onsuz da bunu, sənin xasiyyətini. Söhbət tərslikdən getmir ha. Söhbət bilsən nədən gedir? Çünki mən ona özümü hazır hiss eləmirəmsə, milyon nəfər də gəlsin məni itələsin o şeyin içinə, mən onsuz da gedə bilməyəcəm, bacarmayacağam. Yəni özümlə bacarmayacağam. Yoxsa mən heç kimin sözünə qulaq asmaram məsələsi deyil. Və baxdım ki, yəni heç kimdən də belə bir gözləntiyə girmədi. Çünki bu adamlar böyük ehtimal ki, öz içlərində sənə görə çox narahatdılar ki, bizim dostumuzun aqibəti necə olacaq? Bəlkə görəsən, nə bilim, 40 pişikli tək adam meydini qonşuların tapdığı bir yaşlı qadın mı olacaq, yoxsa bir nöqtədə durub həyatının iplərini əlinə alıb hərəkətə mi keçəcək? Böyük ehtimal ki, onlar bundan ötürü narahatdılar sadəcə. Üzümə vura bilmirlər ki, çünki mən heç nə eləməyəcəm, amma bir də bunu dərd eləyəcəm. Çox güman. Odur ki, baxdım, yəni sən artıq bu gözləntini dayandırmalısan. Çünki sən bir çoxumuzun içində olur bu fikirçi. Bunu mən təkcə özümdə görməmişəm ki, bir çoxumuz sanki necə deyim, bir mentor göz axtarışı içində oluruq. Bu şəxsi həyatda da olur, işdə də olur ki, sanki bir nəfər gələcək və ondan sonra hər şey düzələcək də. O sənə deyəcək ki, bu yolun budur və onunla işlər həll olacaq. Bunu bilsən, çünki bəzən otururam otağımda və gözümü dikirəm divara. Gözləyirəm ki, orada bir portal, bir başqa bir dünyaya açılan bir portal üzə çıxsın və divarda bir portal yaransın və o portalın içindən, nə bilim, Dumbledore, Dədə Qorqud qarışığı ağsaqqal bir kişi çıxsın və desin ki, Fəridə qızım, sən seçilmiş insansan və sənin missiyan budur. Get bunu elə, Allah xeyrin versin bala. Və mən də onu gedim eləyim. Amma sonra baxdım ki, Fəridə, birincisi seçilmiş insan olmaq sənə qalmayıb. İkincisi, güya seçilmiş insanların əli yağa bala mı batıb da sən seçilmiş insan olmağı gözləyirsən. Əlavə olaraq da həmin o ağsaqqal da çıxıb sənə lap desə də ki, sən seçilmiş adamsan, sənin missiyan budur. Sən onsuz da bunu da eləməyəcəksən axı. Sən onsuz da bu dəqiqə nə etməli olduğunu bilirsən də. Sən elə bir çətin situasiyanın içində deyilsən. Şükür Allaha, başın da çoxundan yaxşı işləyir. Sən bu dəqiqə bilirsən nə etməlisən. Sən durub özün üçün konkret bir hərəkət planı çıxartmalısan, iş axtarmalısan. Çünki bacardığın bir çox şey var. Onlardan hansı birinə getsən, sən onsuz da o işin öhdəsinə gələcəksən və okey, sən narahatsan ki, ay mən getdiyim yerdə hər şeyi ilk başladığı andan son nöqtəsinə kimi bilməliyəm. Tamam, onda sahəni seç, axtar. Məsələn, sən copywriter kimi niyə özünü etibarı hiss eləmirdin? Çünki sən sadəcə indi dırnaq içində deyək, siz bunu çox da başa düşməyin ki, özümü şişirtdim falan. İstedadı və bacarığa söykənib bu işi görmüsən də. Səndə heç bir nəzəri biliyi olmayıb və sən bunun həmişə əksikliyini hiss eləmirsən, amma əsas məsələ bunu doldurmaq üçün heç bir şey eləməmsən. Bunu qoyuram bir kənara. Əlavə olaraq da ki, tamam da, əgər sən də gedib misal üçün yenə bir agentlikdə işləyəcəksənsə, copywriter kimi işləyəcəksənsə, tamam. Əlinin altında GPT var, internet var, hər şey oradadır da. Girib özün üçün bir plan çıxardıb, buna uyğun hazırlaşırsan və sonra gedirsən, başlayırsan, həyatıva daxil olursan, yeni bir həyata və sonra yavaş-yavaş hər şey axıb gedir. Bunu bilirsən onsuz, amma eləmirsən. İndi o Dumbledore, Dədə Qorqud qarışığı
Ağsaqqal bu şəkildə bir plan qurmasa da, daha belə bir ulu bir tonla, qalın bir tox səslə, gün ağaranda, nə bilim nə kimi bir cümlələri ard-arda qoşub sənə bir şey deyəcək də. Yəni amma söhbətin məğzi bu olacaq. Demək ki, sən nə edib bilirsən. Nəysə bunu istədim gedəm GPT ilə maraqlı şey eləyim də, GPT ilə danışım. O arada GPT-nin başı 5-15 vururdu. Biraz tam açmadı mənə onun söhbəti, amma məsələn GPT mənə bu barədə dedi ki, o portalın açılmağını gözləmə. O divarı qır, özün o portalı aç və bax gör hələ orada nə var. O portaldan digər tərəfə keç. Onsuz da yəni bir növ sənin üçün lazım olan budur ki, sən yeni bir mərhələyə keçəsən, zincirləri qırasan, divarları dağıdasan da öz qurduğun divarları kimi. Sonra da getdim bunu təzədən gördüm, nəsə bu çox hətərəm-pətərən danışır. İndi içindən bir hissəsi budur da, amma ümumi götürəndə çox boş-boş danışdı. Sonra getdim. Çünki boş-boş da dediyim, ay Fəridə sən ulu bir varlıqsan, sən eləsən beləsən, o GPT-nin bir ara həddən artıq yaltaqlaşdığı bir dövr vardı. Həmin dövrdən olub da bu söhbət. İndi şükür normallaşdı, dilini tutmuşuq, normaldır. Sonra da keçdim. Bunu Grokla danışdım. Grok mənə nə dedi? O mənə dedi ki, Fəridə, o divarda portal açılmayacaq. Böyük ehtimal ki, bəlkə də açılar, amma bu çox kiçik bir faiz ehtimaldır da. Amma bəlkə də sən insanlar üçün bir portal olacaqsan. Yəni həmin portal sən olacaqsan. Özlərinə çatmaq üçün, bəlkə də onlar sənin dediklərində nəsə tapacaqlar, öz yollarını və s. Bəlkə sən bunun üçünsən. Ağlıma batdı, nə yalan deyim. Çünki mən özümü bildim biləli, yəni belə ağlım kəsəndən aşağı sinifdən, məsələn məktəb vaxtından tutmuş üzü bu günə qədər mənə gəlib insanlar həmişə mənə problemlərini danışırlar. Tanıdığım, tanımadığıma, yəni heç səmimiyyətim olmayan adam da bir də görsən ki, yanında həyat hekayəsini danışdı və mən əsla sual vermirəm. Yəni maraqlı bir tip də deyiləm ki, ha görəsən nə var və s. Əslində heç vecim şey olmuram da. Vecim olmur, yox. Sən danışdınsa vecimədir. Amma yəni mənə lazım deyil də sənin həyat hekayəmlə, istəmirəm. Mənim üçün yükdür o. Amma danışdılar. Və mən həmişə onlara ən doğru, ən optimal yolu göstərirəm. Harda səhv elədilər, nə etdilər və qəribə formada bizən arxa planda, bu mənim biraz da lənətimdir əslində. Arxa planda məndə daim analiz gedir və necə olur da, qarşımdakı adam bir hərəkət eləyir. Onun hərəkətinin arxasındakı səbəbi görürəm özümdən asılı olmadan. Mən başa düşürəm ki, o bunu niyə belə elədi? Yəni artıq uşaqlıq travması mıdır səbəb? Ya bu hal-hazırda hücumdadır, amma əslində çox qorxurmu? Onun qorxusunu görürəm. Arxadakı o his nədirsə, kamuflyaj olmuş o his. Onun iyini bilirəm ki, burada budur. Və yəni bugünə qədər çox adamı böyük xərcdən qurtarmışam ki, gedib psixoloqda milyon, nə bilim, nə qədər vallahi psixoloqlar məni linç eləməsin. Yəni də ciddi o mövzuları demirəm də, amma tutaq ki, münasibətinə bir problem yaşayırsan, eşinlə bağlı və s. belə elə, sənə sadəcə bir kənar baxış lazımdırsa ki, kimsə baxsın və şərh versin. Yəni mən bunu həmişə çox kömək eləyə biləcək səviyyədə eləmişəm də. Yəni yaxşı eləmişəm, səhv eləmişəm demirəm. Bəlkə də adamlar bunu özü görməlidir filan. Yəni bilmirəm. Bu mənim özümə asılı olan bir şey deyil. Nəticə etibarilə yəni elədiyim bu olub da. İndi səhv düz. Hal-hazırda da mənim sənə məsləhət verməyə fikrim yoxdur. Sənə məsləhət, nəsihət verə biləcək bir nöqtədə olduğumu düşünmürəm. Mən sadəcə nə hiss eləyirəm, nə fikirləşirəm, başımdan keçənlərə mənim reaksiyam nə olur, onu danışıram. Amma bəlkə də o sənə nəsə bir şey hiss elətdirəcək və ya nəyisə görməyimə kömək eləyəcək. Çünki mən özüm də olur da, başqa birinin podkastını dinləyirəm, kitab oxuyuram. O an bir aha anı olur. Bu beləymiş, məndə də beləymiş hissi gəldi. Bəlkə də yəni o aha anlarını sən də məndən bir yerdə yaşayacaqsan. Bilmirəm. Yəni hal-hazırda sənə əslində bunları yazanda mən düşmüşəm həyətdə
bilmirəm neçənci turumu atıram, yeriyirəm və birbaşa səsli şəkildə bunu yazıram. Çox güman ki, bunu yazıya köçürdəcəm və sonra sənin üçün normal mikrofonla səliqəli formada səsləndirəcəm. Amma yəni bu anlıq beynimdən axan elə bir ki, başımın içində gördüyüm şeylərin alt yazı formasında oxuyuram sənə. Belədir. Yəni dayanmıram, düşünmürəm, birbaşa nə fikir, zehin axışı kimi bir şeydir də bu, belə deyim. Bunu da hara bağlayacağım? Bağlayacağım bir nöqtə yoxdur. Yəni məsələ bundan ibarətdir. Bu qədərdir. Sadəcə bundan sonrası üçün planım biraz bilirsən nədir? Artıq dayanmaqdan yorulmuş vəziyyətdəyəm. Odur ki, indi o trend olan glow up məsələsi var. Parlayaq, nə bilim, neyniyək. Mən sadəcə içimdə gizlənən ya da közərmiş o işığı, mövcud parıltımı üzə çıxartmaq üçün artıq çalışmağa, nəsə eləməyə qərarı almışam. Bütün qorxularımdan, tənbəlliyimdən, məni ağırlaşdıran, geri çəkən, yüksəlməyimə imkan verməyən, qanadlarıma ağırlıq eləyən bütün neqativlərdən, mənə mane olan, nə bilim, məni geriyə çəkən bütün pis enerjilərdən, tənbəlliyimdən, miskinliyimdən, zəif xüsusiyyətlərimdən, qorxularımdan, qərəzlərimdən Allaha sığınıram. Ona həvalə edirəm bütün bunları. Ondan xahiş edirəm ki, mənə kömək eləsin, amma bu dəfə Allahım hər şeyi atım sənin üstünə və sən sehirli toxunuş eləsə eləyər, istəsə eləyər. Amma bu dəfə elə yox da paralel şəkildə özümlə nəsə eləmək istəyirəm. Özüm üçün ən azından düzənli bir şəkildə vaxtında podkast bölümü yayımlamaq bunlardan biri ola bilər. Bilmirəm. Bunu eləyəcəm. Çünki hamımızın beynində bir səs var. Fikirləşirəm ki, manipulativ və biraz da sanki bu sadistlikdən eləyir bilmirəm, amma manipulativ olduğu 100%-dir və çox qəddar və şeydir də. Necə deyim, pessimist bir səs var. Hə, qəddar deyil o. Sadəcə pessimistdir. İnanmır bir şeyin nəticə verəcəyinə və başlayır sənin üçün çox əsaslı səbəblər gətirməyə. Belə də baxanda əslində normaldır da. Adətən pis şeylər olur. Yaxşı şeylər üçün daha çox ümid və inam lazımdır. Və o pessimist səs, misal üçün atıram, mənim Instagram səhifəm var, Cızmaqara və artıq mənim 4 ildir filan belə də o səhifə məndədir. Yəni mən aktiv şəkildə demək olar ki, plansız olsa da aktiv şəkildə post paylaşıram, kontent hazırlayıram və orada o gün baxdım ki, heç mənim 10.000 izləyicim yoxdur və anlıq düşündüm ki, Fəridə bu vermir də, nəticə vermir. Bəlkə bunu dayandırasan. Yəni bəlkə ehtiyac yoxdur artıq bundan sonra nəsə eləməyə. Çünki yəni sən influencer deyilsən, sən gözüqü qarşısına keçib makyaj eləmirsən, sən geyim kombini göstərmirsən, yemək bişirmirsən və insanlar bunlarla maraqlanırlar da. Bunun Instagram da bunu sevir, TikTok da bunu sevir, insanlar da bunu sevir. Sənin elədiyin şey maraqlı olsa belə yan keçirlər də bundan. Və əgər bu nəsə nəticə versəydi, indiyə verərdi. Vermir. Demək, bəlkə buraxasan. Belə qaldım. Çünki bundan sonra, yəni 4 ildə bu səhifə partlamayıbsa, bundan sonra bu partlayacaq deyə düşündüm ki, hədə sən məsələn üçün statik post paylaşırsan ya reels paylaşırsan, özünü göstərmirsən, nələrsə hazırlayırsan, amma Instagram istəmir bunu, məsələn. Belə şeylər deyir mənə. O səs deyir, bunu mən demirəm. Çox da ağlıma batdı. Çünki həm biraz adamın nəticəni ala bilmirsən deyə egon oradan başlayır dillənməyə. Digər tərəfdən həm həvəsin deyir ki, mən düşdüm, day çıxa bilmirəm. Yəni bir çox faktor orada işin içinə girir və keyfim pozuldu da. Yəni əlim soydu. Amma sonra baxdım ki, bəli 4 il partlamayıb birdən partlaya bilər.
Üstəlik də ki, lap heç deyə partlamaya da bilər, amma sən ilk işlərimi bu səhifə ilə götürmüsən. Bura kimi gətirib səni düşünməyə vadar eləyir. Üstəlik də ki, o səhifə artıq sənin oyun meydançanı idi, sevdiyin bir oyuncaq idi. Artıq oynamırsan deyə o oyuncağı götürüb bir yerə tullamazsan ki də. Amma o səs yenə deyir ki, yox, tullamazsan, amma qaldırıb qoyarsan şkafın üstünə, bükərsən ki, ona bir şey olmasın, çünki oynamırsan. Amma bax, məsələn, o cızma qara məsələsi ağlımda dolandı. Fikirçi üçün də yenə onu mənə dedi. Dedi ki, podkastdan sən nə fayda götürməyi düşünürsən? Lap belə sənə, məsələn, cızma qarada 10.000 izləyicini bəyənmirsən yox ha. Yəni 10.000 sənə az gəlir. Sən gözləyirsən ki, podkastda səni bu qədər adam dinləyəcək. Lap belə dinlədilər. Nəticə nə olacaq? Sən burdan bir qəpik pul qazanmayacaqsan, bir faydası olmayacaq. Sadəcə səsi eşidirlər, sima olaraq da, yəni sənin bir tanınırlığın yoxdur. Hə, indi burada niyə danışırsan ki, məsələn? Bunu da mənə deyir. Sadəcə bilirsən nə oldu? Artıq fikirləşdim ki, o səsə net olaraq hər dəfə deyəcəm ki, çünki belə istəyirəm. Bunu eləmək istəyirəm. Gedib cips yeyəndə niyə üzə çıxıb demirsən ki, niyə cips yeyirsən? O səsə demək lazımdır. Madam çox məntiqlisən, madam hər şeydə fayda axtarırsan, mən cips yeyəndə, şokolad yeyəndə də ki, Fərdə yemə də, onda niyə lal olursan? Misal üçün. Ya mən gecə 5-ə kimi oturub telefonda bir şeyə baxanda niyə üzə çıxmırsan sən? Sən əslində bəlkə heç məntiqli səs deyilsən. Sən sadəcə tənbəlliyin səsisən, özünü məntiqə bürümüsən. Məsələn, bunu ona deməyə qərar verdim. Çünki mənim içimdə bir sadist mənə əzən səs var idi. Mən vaxtilə onu yaxşı otuzdurdum yerində. Necə lazımdı otuzdurdum da. Onunla bir dəfə belə əməlli başlı dalaşdım. Ona ağzıma gələni dedim. Bir kəlmə arqumenti qalmadı onu mənə deməyə. O gedən getdi, bir də üzə çıxmayıb, inanmıram ki də çıxsın. Yəni əməlli başlı həyasız bir sifət alıb çırmalandım. Ondan qırğına çıxdım. İndi bax bu səsin üstünə düşəcəm ki, get də əl çək qardaş, nə istəyirsən sən məndən? Nə düşmüsən canıma? Çıx get, istəmirəm. Sənin mənə bir faydan yoxdur. Odur ki, hə, başlayıram, tamam. Cızma qarada izləyicisi artmır. Mən davam eləyəcəm. Bu dəfə daha ən azından planlı olmağa çalışaram. Ki, neynəsəm izləyicisi artar, nə bilim, neynəyər belə elə. Ya da ki, fikirçi, tamam. Fikirçi mənə maddi bir fayda gətirməyəcək. Okey, gətirməsin. Burada da bir bəlkə elə bu bir cəmiyyət kimi formalaşacaq, ya da heç formalaşmasın. Mən hal-hazırda səninlə danışa-danışa səsli düşünürəm də, bu dəqiqə düzdür. Bax, o səsin, misal üçün məntiqimin səsi olmadığını mən sənə danışanda eşitdim ki, məntiqim deyilmiş o əslində. Həqiqətən niyə bu cips yeyəndə çıxmadı üzə? Ya səhv qərar verəndə çıxmadı üzə? Bu tənbəllikdir, bu qorxudur, inkişaf eləməkdən qorxu, kontrolu itirmək qorxusudur. Ümumi bir qorxudur ki, qəşəng bir şeyə girib, cildə girib və məni dayandırmağa, çəkindirməyə çalışır da. Tamam, ya ona düşmən kimi üstünə hücum eləmək lazım deyil. O da öz boşuna yaranmayıb, məni qorumağa çalışır, amma düzgün yol seçməyib də belə baxanda. Məni alladaraq eləyir bunu. Açıq şəkildə o deyir, mərdanə dayansa qarşımda, desək ki, Fəridə, gəl bir dənə qız yana söhbət eləyək, otursuq, bir dənə çay içsək, 2 kəlmə danışsaq. Mənə başa salsa ki, qorxuram, buna görə qorxuram, ona görə qorxuram. Mən nə edəcəm? Səni söyməyəcəm, döyməyəcəm, düz deyil. Amma sən məni aldatmağı seçirsən, okey, ondan mən səni dinləmək istəmirəm. Mən hərəkət eləyəcəm. Görək, bəlkə də sən bir müddət atdan düşəsən, qışqıracaqsan, bağıracaqsan, amma sonra susacaqsan. Belə çox bir nəfəsə danışdım və yoruldum da, çıxın boğazım ağrıdı. Əlavə də sənə deyəcək bir şeyim qaldı, qalmadı bilmirəm. Bu danışdıqlarımla sən nə sözvə götürərsən bilmirəm. Bu mənim zehin axışım idi və belə deyim də, bundan sonra davamlı bölüm paylaşmağım üçün biraz da şey idi. Həm özümə təkan olsun deyəydi, həm də day söz ağızdan çıxdı da mən bunu dedim, ən azından bundan sonra paylaşmasam biriniz çıxın deyin ki, Fəridə sənin kəlmin kəlmə deyil, dedin amma eləmədin. Misal üçün 10 gündə paylaşıram ki, üzüm utansın ki, mən orada dedim ki, mən bunu eləyəcəm. Söz ağzımdan çıxdı. Bax, buna görə də bəlkə də heç bunu editsiz, filansız, heç bir şeysiz
olduğu kimi səs keyfiyyəti çox yüksək olması da bunu götürüb paylaşaram. Hal-hazırda WhatsApp-da özüm üçün açdığım fikirçi qrupunda sadəcə mən varam. Özümə səs ataraq yazıram bu səs yazmanı. Bunu əgər elə birbaşa paylaşıla biləcək bir şeyə çevirə bilsəm, nə deyirlər ona, formata çevirə bilsəm, elə bu səsi olduğu kimi paylaşacağam. Çöldən gələn maşın səsi, qıraqda banlayan xoruz, toyuq, ayaq səslərim, nəfəs-nəfəsə danışmağım və s. alınsa elə bunu belə də paylaşacağam. Belə ay fikirçim. Məncə deyəcək başqa bir şey yoxdur. Sənin nəsə sözün olsa mənə yaz. Dediyim kimi, səndən gələn mesajlar mənim üçün çox dəyərlidir. Fikirləş, amma fikir eləmə. Hələlik.